Deməli dostlar, belə bir sınaq düzəltmişəm ilk dərs üçün. Dedim həm tanışlıq olsun, bilməyənlər baxsın, həm də ki tam qəbul tiplidir. Sizin o qəbul mətnlərinizə uyğun eləmişəm. İndi oxuyanda da görəcəksiniz. O hipotermiya mətni var idi, birinci mətni ilə ona uyğunlaşır. Bu xəstəliklə bağlı. İlk sizi təbii ki bu dinləmə sualları qarşılayır. Elə deyil, dinləməklə bağlı. Dinləməni hələ ki işim onda yox, keçirəm, mətnə bax. Dinləməyə qayıdacağam birazdan. Dostlar, deməli mətni işləyəndə e, məsələ nədir? Məsələ odur ki, bəzi tələbələr fikirləşir. Görəsən, sualları oxuyum, mətnə qayıdım, yoxsa mətni oxuyum, suallara gedim. Bunun hər ikisi yəni düz yoldur. Sırf magistr imtahanından əgər söhbət gedirsə. IELTS-da hə, oxumağa o qədər də bizə belə deyək də vaxt çatmaz. Çünki mətnlər böyükdür, onu oxuyub bitirmək çətin olur. Amma magistr imtahanında mətnlər o qədər də böyük olmur. Məsləhət görərdim ki, bir dəfə oxuyun. Baxmayaraq ki, hər yerdə deyirlər, suala bax, mətnə qayıt. O uşaqlar orada bir dənə hissəni demirlər. O mötərizənin içərisində orada yazılmalıdır. Söz bazası B1, B2 olan tələbələrə aiddir. Niyə görə? Tələbə gəlib burada sürətlə hansısa bir sözü görüb, avtomatik mətndə o deyir, Şahin kimi onun gözü tutmalıdır həmin sözü. Baxıb görməlidir. Yoxsa mən gəlirəm bunu oxuyuram, gedirəm paragraflara. Bu 5-də idimi görəsən, 4-də idimi? Elə bu paraqrafdan ora gedib onu axtarıncaya qədər mənim elə bir 10 dəqiqə vaxtım getdi də, elə deyil. Bu 10 dəqiqə ora vaxtı gedincə mətni bir dəfə oxuyum 10 dəqiqə. Görüm söhbət nədən gedir? Söhbət bir də ki, tam tərcümə eləməkdən getmir, scanning. Yəni bir göz şeyi ilə, sürətlə üzərindən keç. Gör sənə nə verib bu mətn? Səndən nə istəyir? Bəlkə burada oxuduğum bir cümlə, məsələn deyirəm, bax fikir verin bu cümləyə. Bunu saraldıram, diqqətinizi cəlb eləsin. Tutaq ki, burada oxuduğum cümlə ola bilər sənin, məsələn deyirəm, 6-1-i oxuyanda yadına düşər ki, hə, mən onu birinci paraqrafda gördüm. Vaxt itirmədən gedirsən ora. Həqiqətən də baxsaz uşaqlar, burada balans var. Görə bilirsiniz. Yəni ən azından mətni oxuyub 6-1-ə gələndən sonra biləcəm ki, balans sözünü mən əvvəllərdə görmüşəm. Avtomatik qayıdacam ora. Və yaxud da tutaq ki, deyirəm, soyuq hava, cold weather. O məndə hardadır? Görəm, baxam. Məsələn, ikinci paraqrafın axırındadır. Bu hissələr. Belə bir şey. İndi elə gəlin, sizə biraz vaxt verəcəm. Göstəreyim. Birincisi, mənə deyin, reduce nə deməkdir? Reduce. Azalt. Sinonimlərini deyin mənə. Decrease, afərin. Bir decrease, sonra biri də var. Diminish. Reduce, decrease, diminish. Uşaqlar, bir də bu mətnləri eləyəndə bunlar öyrədici xarakteri daşıyır da, elə deyil. Yəni, baxdın sözün sinonimidir özündə fikirləş. Mən də atacam sizə, söz yox. İndi dərs bitsin, inşallah göndərəcəm materialları, sözləri, nə bilim, digər şeyləri. Sinonim, antonimlər. Amma özünüz də eləyəndə çalışın ki, o belə sinonimlərlə beyninizi işlədin. Reduce azalmaqdır. Bax, fikir verin uşaqlar, yazıb ki, normal su balansı bədənimdə azalanda, reduce, azaldı. Nə eləyir? Mineral balansını, upset nə demək dostlar? Yox, upset yerindən qurmaq deyil. Upset bir növ nə mənasına gəlir? Upset belə deyək də, qəmlənmək, üzülmək kimidir. Elə deyil. Sadəcə burada uşaqlar, qəmlənmək, yəni balansı qəmləndirir deyə bilməliyik axı. Balansı pozur. Mənası belə getdi. Və görə bilirsiniz, bir söz cümlə daxilində bir balaca da özünü dəyişir. İndi qayıdıram 6-1-ə. Görək 6-1-də nə yazıb mənim? Bax, fikir verin 6-1-ə. Burada nə var? Perfectly. Baxın, yazıb, bir də bu xəstəlikdir də, susuzluqdan əziyyət çəkməkdir. Onun adıdır bu. Bu xəstəlik baş verəndə bədənin mineral balansı mükəmməl dərəcədə qorunub saxlanılır. Maintain sözü, dostlar, qoruyub saxlanmaqdır. Occur nə demək idi bəs? Baş vermək. Sinonimlərini mənə deyin. Happen başqa biri də var.
Take place, bəli. Deməli, happen, take place, bunlar və occur. Üçü də baş verməkdir. Sadəcə burada məsələ nədir? Bax, fikir ver. Deyir, bu baş verəndə bədəndə mineral balans nə olur? Möhtəşəm formada saxlanılır, qorunur. Amma mən mətndə nə oxudum? Mətin mənə nə dedi? Bu proses olanda, yəni suyu itirəndə bədən balans qalar, nə eləyir? Bozulur. Görürsünüz. Məsələn, upsetlə oradakı maintain bir-birinə şeyləmədiyinə görə, sinonim olmadığına görə, tamamlamadığına görə. Bu cür mən onu false götürürəm. Bax, sözün əhəmiyyəti budur. Hə, indi məsələn, qarasına görüb mən bunu yanaşsam, qarasına yazsam, yazmaq olarmı? Bir balaca çətin. Ya gərək uyğunlaşdırıb yazasan, o da adamı yorur. Ona görə uşaqlar o yola əl atmaqdansa, yəni sözləri öyrənin atacağım. İndi bugün ilk dərsimizdə ola bilər kimsə bilməsin bəzi sözləri, o da problem deyil. Yavaş-yavaş öyrənəcəksiniz. Sözləri öyrənin, bir mətni 60-70% başa düşün. Ondan sonra yazmaq və yaxud da uyğunlaşdırıb yazmaq daha rahat olacaq sizin üçün. Bunu müəyyənləşdirdim, bu şeydir məndə. Deməli, post. İndi gəlirəm, baxıram 6-2-yə. 6-2-də sweat-in mənası nə deməkdir uşaqlar? Sweat. Afərin, tərləmək. Tərləmək və nəfəs almaq. Breath sözdə nəfəs almaqdır. Bəs loss nə deməkdir? Bunu kim deyər? Loss sözü. Loss itkidir. Hamilə doğrudur. Fluid da mayedir. Bunu da mən deyim sizə. Maye. Baxın, soyuq hava maye itkisinə səbəb olur. Necə səbəb olur? Tərləmə yolu ilə, bir də nəfəs almaqla. Breathing. Bu cümlə hardadır? Soyuq hava olan tərəfə gedirəm, çıxıram yuxarıya. Gedib baxıram bura. Cold weather. Bax, fikir verin, buradadır uşaqlar. Hətta deyir, soyuq havada əgər insan nəfəs alırsa, yəni heyvli, dərindən, ağır şəkildə və çoxlu qatlar, qat nə deməkdir burada? Yəni, belə deyək də, qalın formada geyinibsə, significant amount deməkdir uşaqlar, böyük miqdarda. Amount zaten miqdardır. Böyük miqdarda maye itirə bilər, tərləyərək. Respiration sözü var, bu da nəfəs almaq deyilir. Nəfəs alaraq. Bu böyük cümləni görə bildiniz. Bunun mənası əslində orada verilən o xırda cümlənin mənasından demək olar ki, eynidir, üst-üstə düşür. Ona görə bunu nə götürmək lazımdır? Bəli, bəli. Bunu nə götürəcəm mən? Bunu true götürməliyim. Yadımda qalsın. Oldu true. İndi uşaqlar, keçirəm 6-3-ə. Birini bir yerdə eləyirik, o birisini sizə deyəcəm eləyim. 6-3-də indi bir-iki dənə söz soruşum sizdən. Sign nə deməkdir uşaqlar? Sign. İşarə. İmzalamaq da var dostlar, amma burada first signs deyəndə cümlə daxilində işarə kimi. Hansı söz? Uşaqlar, sign sözü yox. Sign sözü işarə deməkdir. Sign oxumaq deyil, sign işarə. Search. Nə ilə? Hansı sözlə? Ola bilər. Mark da deyə bilərsən, mark da işarə. Və search nədir uşaqlar? Bu sözün mənası. Susuzluq, bəli. Baba deyir ki, bədənin suya ehtiyacı olanda ilk işarələrdən biri nə olur? Susuzluq, elə deyil, siqnallardan biri susuzluqdur. İndi mən sizə aparıram, ablası göstərəcəm. İndi siz ona görə mənə deyin, truedur yoxsa falsedur? Ablası özüm göstərirəm sizə. Baxın, bu hissədir. Truedur uşaqlar. Bir də burada məsələn, orada first yazılır, burada initial. Initial nə deməkdir? İlkin olaraq. Initially ilkin olaraq mənasını verir. Və yadınızda qalsın. Yəni orada first veriblər, burada initial ilə veriblər, eyni şeydir. Diqqətli olsaz yazıb bir insan susuzluğu hiss eləyir ilk növbədə. Ağzı quruyur və bir də ki, başı gicəllənir. Dizdə uşaqlar biraz başının gicəllənməsi və s. bu formada gedir.
Deməli, bunu turu götürə bilər. İndi gəlirəm 11 yox, 6-4-ə. 6-4-də əslində mətnə baxmağa ehtiyac yoxdur. Burada bir söz var. Fikir verin. Always. Uşaqlar, always olanda, gəlin bunu bir dənə ayrı bir böldə açsın. Baxın, always, gəlin yazaq bura. Yazın. Peki. Deməli, always deyin, uşaqlar. Sonra götürək only, every. Bir də only-nin sinonimi ola bilər, just məsələn. Bunlar görsəniz ki, variant sizə verilən cümlədə var. Bunlar əksərən o testi false edirlər. Niyə görə? Bir şeyin həmişə olması biraz risk hallarda olur. Elə deyil, nadirən. Və yaxud da ancaq bu şey olur demək də ancaq da elə nadir formada baş verir. Bir də bunu mən nəyə görə deyirəm? Bu 99% halda düz çıxır. Amma məsələ odur ki, həmişə düz çıxmır. Onu da qeyd edeyim. Sadəcə görsən ki, tərcümə eləyə bilmirsən, ucu da məsələn bilmirsən ki, true yazsan ya false yazasan. Ucu bunlardan birini gördünüzsə, false yazmağınız daha məqsədə uyğundur. Gələk testdən, baxın. Bax, yazıb ki, burada su içmək həmişə kifayət eləyir müalicə eləmək üçün tret. Amma mətnin axırına baxın, və burada bir cümlə var. Hissəsində. Diqqətli olun. Görürsünüz, su içmək həmişə kifayət eləmir. Əslində, uşaqlar, sualların hamısının cavabı, görürsünüz, mətnin o yanında, bu yanında gizlidir. Qəbula da belə düşür. Məsələn, bəzən deyirlər, müəllim, qəbulun mətni çətindir, ya işlədiyimizə görə biraz daha şey olur. Valla, eynidir. Sadəcə olaraq məsələ nədir? Həyəcan ola bilir arada. Bir də ki, üçü bir yerdə olduğuna görə vaxt itkisi də yaranır. Bu problem bunlardır. Digəri, amma bu uşaqlar, aşağı-yuxarı eyni şeylər. Bunu sırf qəbulu uyğunlaşdırmışım. Yəni, görürsünüz, hamısını getdim şeylərdən, abzaslardan, paraqraflardan tapa bildim. Amma yenə də mənə nə lazımdır? Azdan çoxdan söz bazası lazımdır ki, heç olmaya uyğunlaşdıra bilim. Tərcümə edənlər üçün problem yoxdur. Problem hardadır? Bazam zəifdirsə, onu da dediyim kimi artırmaq olar. Yəni, motivasiyadan düşməyin, yəni fikirləşməyin ki, sözləri bilmirəmsə, bitdi. Yəni, 2 ay vaxtımız var. Gündəlik 50 dənə söz öyrənib, rahat formada yazmaq olar. Sadəcə, biraz şey olmaq lazımdır. Necə deyərlər? Əzmli. Gələk 7-yə uşaqlar. 7-də infant sözünün mənası nə deməkdir? Körpə deməkdir, bəli. Infant körpədir. Yəni, çağa, körpə, uşaq və bu anlamda gedir. Və yazıb ki, niyə görə uşaqlarda, körpələrdə bu risk yuxarıdır, bu xəstəliyin riski. İnfantı gördümsə, mənə görsünüz, xüsusi nəsə verib, infant sözünü. Avtomatik gedirəm, abzaslarda onu axtarıram. Görüm, haradadır bu infant? Bununla bağlı nə veriblər? Bax, gəlirəm, görürəm 4-cü paraqrafda, bu hissədədir. Fikir verin. Bəli, bax, fikir verin. Bir də uşaqlar, vulnerable sözü də həssas deməkdir. Bir körpələrdə və uşaqlar xüsusən həssasdırlar. Çünki onların bədənləri balacadır və maye sürətlə gedir də, belə deyək. Sürətlə orada maye itkisi yaranır. Elə tamamilə doğrudur. Bax, small sözünə görə bədən balacadır deyirsə, ona görə avtomatik hansını götürməliyik? Bax, B-yə baxın. Səbəb budur da. Bədənləri balacadır. They have smaller bodies and process fluids more quickly. Quickly də elə cəld deməkdir. Faster'ın nə idi? Sinonimidir. Dostlar, diffuse nə deməkdir mənimsə? Diffuse. Rədd etmək. Məsələn, gəlin bu cümləyə baxaq. Çünki onlar isti havada su içməyi rədd edir. Mən belə bir şey demədim axı orada. Niyə görə A-nı götürdüm? Və yazıb, çünki onlar isti havada su içməyi rədd edir. Tam əlaqəsiz. Ya o biri variantlara baxın. C-də. Deyir ki, çünki onlar xronik xəstəliklərə daha çox meyilli olurlar. Likely to have, likely uşaqlar.
meyilli olmaqdır. Yəni kronik xəstəliklərin olması daha böyük ehtimal var. Məsələn, diabet kimi. Yəni bu tamamilə əlaqəsiz. Heç burada mən diabetin adını çəkmədim. Sonra D-də yazıb ki, çünki onlar tərləmirlər. Svet sözünü qeyd elədik. Yəni onlar yetişkinlər qədər tərləmir. Adult sözü dostlar yetişkin deməkdir. Yəni ə, belə deyək də, deməli, gənc yox da müəyyən qədər 30 yaşdan sonra, yəni 30 deməyək, elə 30-dan sonraya deyə bilərik adult, yetişkin, bax belə. Y-də də bunun dərisindən danışır. Çünki onların dərisi yetişkinlərə nisbətən daha elastikdir. Bu da əlaqəsiz olur deyə B-ni götürürəm. İndi gəlirəm 8-ə. 8-də deyir ki, verilmiş cümlələrdən hansı üçüncü paraqrafı tamamlaya bilər? Başlaya bilər daha doğrusu. Bu son dövrlərə düşən test tapşırığıdır. Paraqraf başlamadır. Bunu yazanda nə eləyirəm? Gedirəm üçüncü paraqrafa baxıram. Fikir verin. Gəldim üçüncü paraqraf. Burada. Bura elə bir cümlə yazmalıyam ki, bu boşluğa. Bundan sonra gələn cümlə ilə nə eləsin bu? Məna əlaqəsinə girsin. Biz də baxdıq. Deyir, ilkin deməli vəziyyətdə insan nə eləyir? Susuz olur, ağzı quruyur, bir balaca başı gicəllənir, dərisi nə bilim quruyur, elastikliyini itirir, lose its elastikliyi yazıb bura. İndi mən sizə variantları göstərirəm. Burada sizcə ən uyğunu hansı ola bilər? Böyük ehtimal C-dir bəli uşaqlar. Həm də düzdür, simptomları verir, düz dediniz. Bax, fikir verin, lək çatışmazlıqdır. Bax, deyir, bədəndə su çatışmayanda, bax, diqqətlə baxın, lək. Bədəndə su çatışmayanda necə göstərir? Simptomlar göstərir. Daha doğrusu nə göstərir? Simptomlar. Sonra başlayır o simptomları saymağa. Nə bilim, susuzluqdur, ağzın qurumasıdır, başqa nədir orada? Başın gicəllənməsidir, dərinin qurumasıdır və s. və s. Simptomları verir. Məsələn, Y-ni niyə görə götürə bilmərəm? Mən axı orada insanın beynindən danışmadım. Və Y-də, human brain. Y-də yazıb ki, su insan beynini qidalandıran ən vacib nutrient, yəni qidalandırıcı maddədir. Y ona görə səhvdir. Ya olsun, məsələn, D variantı uşaqlar. D-də yazıb ki, müalicə. Yəni, bu xəstəliyi müalicə etmək, treatment sözü müalicə deməkdir. Müalicə eləmək xəstənin yaşından asılıdır. Bu da əlaqəsizdir, elə deyil. Yəni, niyə görə əlaqəsizdir? Çünki mən o abzasda müalicədən danışmıram. Bax, fikir verin. Burada söhbət xəstəliyin müalicəsindən getmir. Hələ ilkin versiyada burada nələri qeyd ediblər? Bütün simptomlarını yazıblar. A variantında yazıb ki, xəstəliyə çoxlu səbəblər var. Xəstəlik üçün çoxlu səbəblər. Uşaqlar, səbəb ola bilər beyninizi qarışdırsın, simptomla qatasız. Amma səbəb başqa şeydir. Səbəb nədir? Buna nə səbəb olurdu? İsti hava, soyuq hava, tərləmək, nə bilim, digər şeylər də, uzun müddət susuz qalmaq. Bu səbəbdir. Onu veriblər yuxarıda, ikinci paraqrafda. Simptomsa xəstəliyin nəticəsində yaranandır. Bu da düz gəlmədi. Eynilə B-də də yenə bax tibbi diqqət yazıb bura. Yəni söhbət müalicədən gedir. Require nə deməkdir? Tələb etmək, elə deyil. Bu da mənim üçün uyğun olmaz. Ən gözəli bax elə C-ni götürərəm ki, nə vaxt bədəndə su çatışmır, bu özünü müxtəlif simptomlarla göstərir. Sonra başlayıram simptomları saymaq. Bu C. Dostlar, hamıya aydındır, problem yoxdur. Gəlin 9-a baxaq. 9-da baxın, bax fikir verin. Burada indi şərti göstərirəm, abzası da göstərəcəm, bunu da deyəcəksiniz. Bax, deyir ki, niyə görəsi yoxdur cümləni tamamlayırıq da. Yaşlı insanlarda, oldur yazıb burada, yaşlı adamlarda sudan əziyyət çək, bu susuzluq xəstəliyindən əziyyət çəkmə riski daha yüksəkdir. Hayır, daha yüksəkdir. Çünki, nə görə yüksəkdir? Gedirəm bura. Görün bundan harada danışır? Bax, fikir verirəm ki, bax, məndə bu abzasdır. Yəni, rəngini dəyişək. Bax, fikir verin burada uşaq. Older adults-dan başlayır. Görün, deyir ki, yetkinlər, yəni yaşlılar, bunların bədəndə nə olur?
suyun volümu daha aşağıdır. Lower da aşağı deməkdir. Yəni suyun miqdarı az olur bunlarda. Və bir də gənclərə nisbətən özlərini belə deyək də susuz olduqlarını hiss eləməyə bilirlər. Yəni yaşlılar o susuzluq hissini itirirlər bir növ. Problem budur. Ona görə onlarda daha yüksəkdir. Buna bənzər bir cümlə axtarırıq indi. Bu ehtimal hə. Gərək volume sözünü buraya yazmazdım, amma hə uşaqlar. Volume-la məsələn tutmaq olur. Elə deyil, lower volume. Məsələn, idman eləyir. A-da yazıb idman edirlər. Məsələn, bu əlaqəsizdir. Sonra B-də yazıb ki, tend to da dostlar meyilli olmaqdır. Soyuq ətraf mühitlərdə yaşamağa meyilli olurlar. Bu da əlaqəsizdir. D-də yazıb ki, onlar maye itirirlər. Fluids. Amma tənəffüs yolu ilə də belə deyil. Nəfəs almaqla dışda. Mən belə bir şey demədim. Bunu da atıram gedir. Y-də də only sözü. Yəni only-yə görə çıxa bilərsən. Deyir, ancaq onlar su belə deyək də rehydration yolları ilə deməli ancaq su içirlər. Bu da səhvdir. Bunu götürə bilməz. Elə qalır ən gözəli C. Bax fikir verin. Yazır ki, burada onlarda suyun miqdarı az olur, bədənlərindən söhbət gedir. Bir də reduce nə deməkdir? Azalma. Azalmış, yəni zəifləmiş susuzluq hissi. Yəni susuzluqlarını o qədər də başa düşmürlər deyə onlarda risk yarada bilir. Bunu da özümdən demirəm, yəni mətnə görə yazıram da uşaqlar. Yəni onsuz özümdən atası olsam bütün variantlar düz gələr. Yəni mətndə bunu mənə verib deyə yaşlılarla bağlı. O variantı ona görə mən getdim. Ki mətn mənə bunu deyir. Yoxsa özümdən yazsam əgər hə A-nı da götürərəm, B-ni də götürə bilərəm. Y variantını da götürə bilərəm. Yəni orada problem yox. Bir də bu true false-da dostlar bir məsələni deyim sizə. İlk dəfə imtahana girənlər üçün. 4-ünü düz yazmısınızsa 1 bal verir sizə. 4-ü düzdürsə. Amma 3-ünü düz yazmısınızsa 0,5 bal verir. 0,5 yəni yarım. Üzü bir dənə düzün olsa, 2 dənə düzün olsa üzü bal verməyəcək sizə. Yadınızda qalsın bu. Və nəhayət 10-cu sual, uşaqlar, 10-cu sual mətnlə bağlı deməli açıq sualdır. Burada söhbət nədən gedir? Bir mətnə görə hansı sualın cavabı var? Bax, bu sual üçün də mətni azdan çoxdan oxumaq lazımdır ki, mən bilim hansı sualın cavabı var ya yoxdur. Məsələn, birdə fikir verin, deyir, su içmək üçün günün hansı vaxtı daha yaxşıdır? Yəni, ən yaxşı vaxtı hansıdır su içmək? Bu böyük ehtimal yoxdur. Bax, fikir verin, burada ümumiyyətlə mən hansı vaxtı, günün hansı hissəsi su içməyə daha faydalıdır? Yəni, belə bir şey deməmişəm. Yəni, nə qədər su içməlidir, onu da deməmişəm. Baxın, miqdar da yoxdur burada. Görə bilirsiniz. Mətn. Ona görə biri götürmərəm. Yəni, bir mənim cavabım ola bilməz. Biri çıxıram. 2 simptomlar var. Bayaqdan ilə danışırıq. Simptomlar nədir, onu götürdüm. 3 uşaqlar, gündəlik nə qədər su içməlidir? Bu da yoxdur. Bir dənə 4-də, 5-ə də baxaq. 5-dəki tool sözünün mənasını kim deyər? Tool. Alətlər deməkdir, bəli. Deyir ki, hansı tibbi alətlərdən istifadə olunur? Özdə nə var? Intravenous treatment zamanı, yəni vena daxili müalicə zamanı. Hansı tibbi alətlər istifadə olunur? Bax, fikir verin. Burada əslində vena daxili müalicə yazıb bura, amma aləti yazmayıb bizə. Gözləyin. Bax, given intravenously, yəni venadan verirlər o şeyləri də, dərmanları. Amma bunu eləmək üçün hansı cihazdan, alətdən istifadə, məsələn, iynə, nə bilim, tibbi şlanqlar və s. Onların adını versəydi, hə, götürə bilərdim ki, filan alətlərin adını mənə veriblər. Okey, bu düz olardı. Amma belə alət adı yox. Gəlirəm 4-ü uşaqlar. İndi 4-ün də cavabı var. Çünki daha biri ola bilməz deyə 2, 4-ü götürdük. 4-də nə deyir bəs? Və deyir ki, bu dehidrasiya ilə bağlı harda baş verir? Bununla bağlı ən ümumi yanlış anlaşma nədir? Misconception sözü yanlış anlaşmadır. Yəni, bu harda baş verir? Bununla bağlı ən ümumi yayılmış yanlış anlaşma nədir? Gedirəm yuxarıya, bax, fikir verin, qalxıram. Orada birinci paragrafın axırındadır.
Yaşıl bu hissədə. Bax, fikir verin. Bir çoxlu insanlar inanır ki, dehidrasiya ancaq isti səhralarda baş verir. Happens in hot deserts, görə bilirsiniz. Lakin deyir, bu faktdır ki, o müxtəlif şəraitlərdə, ətraf mühitlərdə də baş verə bilər. Bu yanlış şeydir də, belə deyək, məlumatlardır. Hansı ki, çox adam inanır ki, ancaq səhrada baş verə bilir, isti səhralarda. Amma deyir, fakt budur ki, sadəcə səhrada olmur. Müxtəlif ətraf mühitlərdə də, necə deyərlər, vəziyyətlərdə də bunu eləyə bilər, baş verə bilər. Ona görə bunun da cavabı var, demək olar. İndi dostlar, ikinci mətni siz eləyəcəksiniz. Gözləyin, göndərirəm sizə. Bunları təzə hazırlamışam. Test bank formasında olmayacaq bunlar, böyük ehtimal. Amma hər dərs sınaq kimi göndərəcəm sizə. Sizin qruplarda olmalı. Çalışacağım biraz tez göndərim, yəni çıxarım, formada işləyin. Yəni indi hamısını hamıya elə atıram, əyanilərə də sizə də. Hatta istəmədim təkrar suallar olsun, işlədiyiniz mətnləri görə. Dimi də onsuz da neçə dəfə baxmışıq. Amma dimin mətnlərində atacağım, yenə də eləyərsiniz. Belə, yəni mətn olsun, nə qədər eləsiniz, o qədər yaxşıdır. Amma tapşırıq verməliyəm deyə və hansı bir tapşırıq. Tapşırıq isə konkret olaraq sınaq kimi göndərəcəm sizə. İndi məsələ nədir? Sınaq 1-dir. Bu yazılandı uşaqlar, göndərdim qrupa. Bunun birinci mətnini bir yerdə baxdığınızdan çoxdan. Siz nəyi eləməlisiniz? Siz eləməlisiniz ikinci mətni, zəhmət olmasın. Bir də davamında olan 5 dənə qrammatika sualı var. Onu yazmalısınız. Belə, bir hardasa vaxtda 14 dəqiqə buradan, bir mətnə bir 15 dəqiqə versən, bəsdir də, 15 dəqiqə kifayətdir. Bir 15 dəqiqədə onlara versən, 21:46, bir 22:15-də baxaq, yaxşı. Nə də sualınız olsa sözlə bağlı yaza bilərsiniz və yaxud da səs açıb soruşa bilərsiniz. Bəli. Aha, bəli, bəli. Deməli, influence nə oldu? Təsir eləmək. Influencerdan yadda saxlayın. Green spaces. Burada green space deyəndə, yəni yaşıl ərazilər, söhbət parklardan gedir. Yəni mətndə verilən parkı burada mənə belə verir. Yəni parklar insanların psixoloji vəziyyətinə necə təsir edir? Desəz müəllim, burada insan sözü haradadır? Bax, buradadır. Developer sözü uşaqlar. Bu sakin deməkdir. Yəni həmin o şəhər mi deyək, ölkə mi deyək, orada yaşayan adamlara deyirlər. Psixoloji sözü də bu psychological budur. Psixoloji vəziyyətinə necə təsir edir? State dövlət demək deyil burada. Ola bilər bəlkə dövlət kimi oxuyasınız. Yəni demək istəyir ki, yaşıl ərazilər şəhər sakinlərinin deməli psixoloji vəziyyətinə, burada vəziyyət mənasındadır state. Yəni yerinə görə dəyişir. Dövlət kimi də deyə bilərsən, okey. Amma burada artıq vəziyyətdir. Necə təsir edir? Düzdür, B-dir uşaqlar, onu hardan tuta bilərəm? Gəlirəm birinci paraqrafın axırına baxın. Burada bir cümlə var. Bir hansı ki, belə deyək də, insanların bu, necə deyərlər, improve edir. Improve nə deməkdir? Yaxşılaşdırmaq. Mental well-being. Mental özü də elə psixoloji deməkdir. Məsələn, son vaxtlarda çox istifadə edirlər. Mental sağlığım, sağlamlığım, yəni psixoloji sağlamlığım mənasında. Well-being-də elə sağlamlıq, rifah mənasında istifadə edə bilərik. Hansı ki, belə deyək də, insanların psixoloji sağlamlığını yaxşılaşdırır. Əvvəlinə də baxsaz, burada belə bir cümlə də var. Beyond environmental benefits, yəni
ətraf mühit faydalarından başqa, beyond nə deməkdir başqa? Onlar həm də sakinlərə, residentda sakin deməkdir. Bir növ dweller sözünün sinonimidir. Elə bir yer təklif edir ki, onlar səsdən, küydən nə eləyirlər? Qaçıb canlar escape. Elə deyil. İndi buna uyğun bir variant uşaqlar axtarsam əgər, məsələn, A-da yazıb ki, səs çirklənməsi. Axı mən burada səs çirklənməsindən danışmıram. Deyirəm səsdən, küydən qaçıb canını qurtarır. Amma A-da hətta yazıb özdə increase, artırır. Yenə ən azından bir azaldır yazsa, decrease falan. Fikirləşmək olar. A səhvdir, olmaz. Gəlirəm C-yə baxıram uşaqlar. C-də problem nədir? Bir insanların daha yaxşı hava alması üçün kəndə köçməsini belə deyək də sürətləndirir, verir onlara. Encourage nə deməkdir? Motivasiya vermək, ruhlandırmaq, ilhamlandırmaq. Inspire ilə motivate sözünə sinonimdir. Təbii ki, səhv uşaqlar. Yəni kənd ərazilərinə gedir demədim axı. Suburb sözü şəhərdən kənar, kənd, o belə gedəcək. The spend more money. Daha çox pul xərcləyir. Fikir verin. Daha çox pul xərcləyir. Nəyə? Çöl aktivitələrinə, fəaliyyətlərinə. Özdə force yazıb, məcbur edir. Hətta deyir, sakinləri məcbur edir ki, daha çox pul xərcləsin. Bu da əlaqəsiz. Y-də də isolated sözünün mənası nə deməkdir? Isolated. Yəni, bəli, izole olunmaq, təcrid olunmaq. Bir qonşularından təcrid olunur, uşaqlar. Bu da səhv. Yəni, ən yaxşı məndə B-ni götürə bilərəm, məntiqən və cümlə uyğun olsun. Ki, tansiyondan, yəni əsəbdən, gərginlikdən uzaq qalırlar. Yəni, kömək edir ki, lover sözü azaltmaq deməkdir. Və bir də burada belə bir söz də var, sanctuary. Bu da sakit yer mənasını verir. Onlar sakit bir yer təklif edir, hansı ki, insanlar belə deyək də, öz əsəblərini, gərginliklərini azaldırlar. Hətta uşaqlar, bu sözə türklər anksiyetə deyir, anksiyetə. Oradan da yadda saxlaya bilərsiniz, gərginlik anlamında. Bu aydındır, kimin səhv idi? Başa düşdü, problem yoxdur. Hə. Bu amma sakindir, residentdan sinonimdir, yaxşı. 13-ə gələndə, uşaqlar, 13-də deyir ki, 3-cü paragraf hansı cümlə ilə başlayır? İndi məsələ nədir? Yenə də bax, gəlirəm 3-cü paragrafa bura, boşluq. Burada fikir versəz, yazıb studies, yəni tədqiqatlar göstərir ki, nəyi göstərir? İnsanlar, kim ki parkın yanında yaşayır, tend to-nu bayaq dedim, tend to nə idi? Meyilli olmaq. Daha tez-tez idman eləyirlər, yəni idman eləməyə meyilli olurlar. Bir də ki, bu da onlarda xronik xəstəlikləri azaldır. Yəni, deməli, onda bura mən nə yazmalıyam? Bunun bir növ şeyini qeyd edirik də, bu health imkanlarını, sağlamlıqla bağlı faydalarını qeyd eləmək olar əvvəlinə ki, uyğunlaşsın cümlə. Məsələn, iqtisadi faydasından danışmıram. Baxın, ekonomik benefit nə deməkdir? İqtisadi fayda. Bu səhvdir, olmaz. Həm də ki, overestimate sözü həddindən artıq çox hesablanmaqdır. Bir şeyi yadda saxlayın. Hər hansı bir sözün qabağına over qoyuramsa, o deməkdir, həddindən çox. Məsələn, Instagramda falan da görmürsünüz. Overthinking, overthink. Overthink nə deməkdir? Həddindən çox düşünmək. Think düşünməkdir. Overthink də həddindən çox düşünmək. Yəni, görsəz ki, bildiyiniz feilin qabağında over yazıblar, onda over burada həddindən artıq mənasını verir. Yadda saxlayın. Sonra uşaqlar, B variantına gələndə security sözü bizdə də var da. Nə deməkdir security? Təhlükəsizlik. Bir ictimai parklarda təhlükəsizlik vətəndaşların əsas narahatlığıdır. Concern narahatlıq deməkdir. Primary-də əsas. Məsələ nədir? Düz cümlədir bu da təbii ki, amma bura yerləşmir. Yəni, bunu deyəndən sonra mən başlayıram şeydən danışmağa. İdman edirlər. Nə əlaqə? Aralarında bir əlaqəsi yoxdur. Sonra uşaqlar, D-də müasir arxitektura. Bax, fikir verin. Müasir arxitektura, bu da əlaqəsizdir. Cümlənin davamına baxmadan görürəm, hə, əvvəl heç mənə uymur. Y-də də nə yazıb burada görək? Y ümumiyyətlə düz gəlməz. Çoxlu yabani heyvanlar şəhərdən köçürlər, nə eləsinlər? Qida tapsınlar. Ona görə də ən düzgün, mən belə deyim də, götürə bilərəm nəyi? C variantını.
Yəni şəhər təbiətinin urban nature nə deməkdir? Şəhər təbiəti. Urban sözü uşaqlar, city-nin sinonimidir. Şəhər təbiəti deyəndə söhbət yenə də parklardan gedir, bağlardan gedir və deyir burada həmçinin şəhər təbiətinin nəyi var? E, Çox əhəmiyyətli, significant, yəni vacib fiziki sağlamlıq üstünlükləri var. Bunu deyəndən sonra deyə bilərəm ki, tədqiqat göstərir ki, kim ki parkların yanında yaşayır, onlar tez-tez idman edirlər, bu da xronik xəstəlikləri azaldır. Bax bu forma. Ona görə C-ni vermək olar. Ustad, aydındır fikrim. Yəni sual olan varsa desin, problem yaşayan varsa. Baxaq 14-ə. İndi cooling effekt. Cooling effekt. Sərinləşdirmə effektidir uşaqlar bu. İndi məsələ nədir? Bu da görürsüz dırnaq içində verilir və xüsusi qeyd olunur. Avtomatik qalxıram yuxarı. Bax, mətn testlərində bir problem odur ki, tələbələr, məsələn, elə tələbə dediyi ümumi hamıda belə götürək. Nəyə meyilli oluruq? Variantda yaxın mənalı variantları götürməyə. Mətn sənə bunu necə verirsə, sən də onu elə götürməlisən. Yəni, mətn A deyir, sən gedib, məsələn deyirəm, D yaza bilməzsən. A götürməlisən. Məna olaraq deyirəm, amma variant olaraq yox. Məsələn, baxıram, deyir ki, bu cooling effekt adlanır. Daha doğrusu baş verir, happens. Çünki səbəb nədir? Səbəb odur ki, uşaqlar, havaya bitkilər, plant sözü nə deməkdir? Bitki. Nəyi buraxır? Release-də buraxmaqdır. Moisture, yəni bunun mənası kim deyər? Moisture nədir? Yəni nəmi buraxır, rütubəti, elə deyil, nəmişkənliyi də belə deyək. Və nə ilə təmin eləyir insanları? Kölgə ilə, şey. Bax, sənə o lazımdır ki, cooling effekt nəyin nəticəsində baş verir? Bitkilərin nəmi havaya buraxması və kölgə ilə təmin olunma zamanı. Gəlirəm variantlara baxıram. Görüm mənə buna bənzər variant harda var? Baxıram, görüm uşaqlar, ən azından bir balaca C mənə uyğunlaşır. O biri variantlara da baxarım, səhvlərinə. C-də yazıb nə? Bitkilər kölgələrlə təmin eləyir və buradakı humidity sözü var, o elə moisture-ın sinonimidir. Nəm, rütubət anlamında. Nəmi də rütubəti də nə eləyir? Havaya buraxır, azad eləyir. Ona görə C-ni götürərəm. Məsələn, A-da yazıb ki, high number of security guards. Guard nə deməkdir? Qardiyan da belə deyək, qoruyucu mənasında. Bir parklarda təhlükəsizlik qoruyucularının sayı da belə deyək, artması. Çox sayda belə deyək, qardiyanlar, bələdçilər, parkı qoruyanlar. Bu görürsünüz, mənasız bunu götürmür. Ya B-də yazıb ki, bilmirəm, B-ni də bəlkə götürə bilər. Sonra davamında konkret sözü var. Daş binalardan istinin əks olunması. Amma uşaqlar, axı bu istinin əks olunması bu cümləyə aid deyil. Burada görürsünüz unlike var. Unlike nə deməkdir? Fərqli olaraq. Deyir ki, bundan fərqli olaraq beton səthlər, yəni beton yerlər nə eləyir? İstini, hiti absorb, canına çəkir, sonra da havaya buraxır. Yəni bitkilər havanı sərinləşdirir, amma beton nə eləyir? Havanı qızdırır, istiləndirir. Yəni bunlar ayrı-ayrı məsələdir. Cooling effektdə betonun heç bir dəxli yoxdur. B də buna görə səhvdir. B-ni də götürə bilmərəm. Getdi. D-də uşaqlar yazıb ki, ictimai yerlərdə daha yaxşı hava ilə təmin eləyir. Axı, mən orada ictimai yer demədim. Bunu da çıxıram. Bir də Y-yə də baxanda deyib, günün ən isti vaxtlarında insanlar çöldə qalırlar. Yəni, insanların çöldə qalması nəticəsində. Heç ümumiyyətlə, bunu da biz deməkdir. Burada belə bir şey yazdı dedik, cooling effekt üçün insanlar çöldə qalır. Yəni, burada ən çox sizin qarışdıra biləcəyiniz variant hansıdır? Bir B-dir, bir də C-dir də, elə fikirləşirəm, konkret sözünə görə. Amma B-də dediyim kimi, söhbət o daş divardan gedir, betondan. Bu, amma betona aid deyil. Cooling effekt sırf bitki ilə bağlıdır. Bitki rütubəti utur, üzrlü sayın. Rütubəti havaya buraxır, eyni zamanda kölgə yaradır da. Ağaclar nə edirlər? Kölgə yaradıb sərinləşdirirlər də. Elə deyil. Ona görə də şeyi götürmək olar. C variantı. Aydındır. Uşaqlar, 15-də problem var. Hı -hı.
Uşaqlar, 3-də deyir ki, ortalama bir şəhər, məsələn də Əvlipsi bir şəhərdə yaxud da götürək, parkın qorunmasına nə qədər pul xərcləyir? Yəni ortalama formada nə qədər? Yəni burada ümumiyyətlə parkın qorunmasına nə qədər pul xərclənir? Məncə verilməyib. Fikir verin. Məsələn, desək ki, 10 dollar, 15 dollar, ya nə bilim 20 manat, məsələn deyirəm. Okey, götürə bilərik. Amma burada yəni nə qədər pul xərcləyirlər, nə qədər pul sərf edirlər, elə bir şey yoxdur. Ona görə 3-ü götürə bilməzsən. 3-ü götürə bilmirəm. Biri bayaqları dostumuz soruşdu. Deməli, hansı xüsusi çirkləndirici maddə, onların adı yoxdur, filtrlənir. Bir də uşaqlar 5 yoxdur. Konkret olaraq bizə xüsusi bir bitki adı çəkməyib ki, məsələn, bu bitkini əksən hə, daha yaxşı sərin edir havanı. Məsələn, nə bilim, söyüd atıran, palıd, nəsə də bildiyim bitki ağac növlərindən. Məsələn, yazsaydı ki, palıd əksən, söyüd əksən, belə bir şeylər eləsən, onda hava daha yaxşı soyuya bilər. Onda deyərsiniz ki, müəllim, o ağacların adını veriblər, götürək. Amma belə baxanda orada ağac adı da yoxdur, bitki adı da yoxdur, çirkləndirici adı da yoxdur və neçəyə belə deyək də başa gəlir, nə qədər sərf edirlər şəhəri qorumağa, bu da yoxdur. Ona görə də 2-ni 4-ü götürürəm. 4-də birisi nə deyir, dostlar? Könüllü işi. Volunteer sözünü bilərsiniz də hər arada. Volunteer nə deməkdir? Könüllü. Deyir, könüllülərin işləməsi yerli cəmiyyətə, yəni local community belə deyək də, yerli hakimiyyətə hansı yolla fayda verir? Benefit fayda deməkdir, dostlar, fayda. Necə fayda verir? Gəlin baxaq. Tamamilə doğrudur. Bax, fikir verin uşaqlar. Burada deyir ki, könüllüləri bu prosesi cəlb edirsən, yəni onlara məsuliyyət verirsən ki, nə eləsin? Parkı qorusun. Və belə proqramlar nəinki nəyi azaldır? Şəhərin xərclərini azaldır, hətta nəyi gücləndirir? İnsanların bu sosial əlaqəsini, bu işdə iştirakını gücləndirir. Yəni, belə götürəndə könüllülərin bu işdə iştirakı hansı yolla kömək elədi? Xərci azaltdı. Bir də ki, insanların bu sosial işlərdə iştirakını çoxaldır. Bir də burada maintenance sözü var, dostlar, maintenance. Bunun mənası baxım deməkdir, qulluq deməkdir. Yadda saxlayın. Yəni, məsələn, tutaq ki, deyirəm, park maintenance deyəndə parka baxım, parka qulluq, söhbət bundan gedir. Foster sözü də gücləndirmək deməkdir, gücləndirmək. Foster. Gəlin onu da göstərim. Bax, o da buradadır. Bax, deyir, bəzi hallarda, in some cases, bəzi hallarda, neglected parks nə deməkdir? Diqqətdən kənar qalan parklar, yəni belə deyək də, baxımdan kənar qalan parklar nə ola bilər? Təhlükəli ola bilər, unsafe. Və bu da nəyə gətirib çıxardır? Əmlak dəyərinin azalmasına. Property əmlak deməkdir, uşaqlar. Value da dəyərdir. Əmlakın dəyərinin azalmasına gətirib çıxardır. Səndən də soruşur ki, nə gətirib çıxardırdı buna? Nə gətirib çıxarır? Parkın, belə deyək də, baxımsız olması. Niyə görə deyir, bəzi parklar ev qiymətlərini aşağı salır? Səbəb nə oldu? Həmin parkların baxımsız olması, neglected, yəni diqqətdən kənar qalması və təhlükəli vəziyyətdə olması. Aydındır? İnşallah, gəlin 16-ya baxaq. Mənə indi diqqətlə qulaq asın. Deməli, dostlar, 16 bizdə gedir nisbi əvəzliklər, relative pronouns. Yəni, demək olar ki, eyni tipdən bir dənə də sual qəbulda düşmüşdür. Məsələ nədir? Nisbi əvəzlik deyəndə mən çox belə mürəkkəb dillə izah eləməyəcəm, lord dilində deyəcəm sizə. Where'dir, who'dur, which'dir, who'sdur, bunları görəndə nəyə odaqlan? Birbaşa. Gəl, sən burada 3 nöqtə veribləri, ondan əvvəlki sözə bax. Əsas məqam odur. Diqqətli olun. Burada which-lə dəfdir, mən isə hamısını yazacağım qaydasını. Hansı olanda nəyə baxırsan. Amma məsələ nədir?
Yəni sən əgər ora gətirib məsələn deyirəm, which qoymaq istəyirsənsə, özündən sonraya baxma. Yəni o səni çaşdırar. Həmişə nə edirəm? Boşluqdan əvvələ baxıram. Birində muzey yazılıb, birində də artefakt. Artefakt dostlar əşya deməkdir. Məsələn, hansısa bir sərgidə ya hardasa nümayiş olunan əşyalar, tutaq ki, artefaktlar. İndi gəlirəm bura. Məsələ nə olur uşaqlar? Əgər sizdə boşluqdan əvvəl insan gəlirsə, sonra 3 nöqtə qoyursan, ta ki xəbər gəlir. Baxın. O zaman bura nə yaza bilərəm? Bu və bunun sinonimi olan that. Və that-i demək olar ki, çox yerdə görəcəksiniz dostlar. Çünki that who-nun demək olar ki, sinonimidir. Və yaxud da digər, məsələn, who-nun da sinonimi ola bilər, which-in də sinonimi ola bilər, problem yoxdur. Məsələn, tutaq ki, bir cümlə yazıram, buna bənzər. Kate, nöqtələr, won, winning keçmişidir, qalib oldu. Won the competition. He is my sister. Və dostlar, fikir verin. Burada boşluqdan əvvəl nə gəldi? İnsan, elə deyil, Kate. Sonra nə gəldi? Xəbər. Demək, ortaya mən nə yazıram? Bu. Bu olmasa, bunun sinonimi olan nəyə yazardım? Dəti yazardım. Deməli, uşaqlar, bunu yazmaq üçün mənə nə lazımdır? Canlı insanın olması. Birinci, özündən əvvəl insanın gəlməyi. Sonra digər mənim versiyam necə ola bilər testlərdə? Ola bilər insan olsun. Okey. Sonra yenə boşluqlar. Bu səfər mübtəda gəlir. Var, mübtəda olanda, yəni əvvəli insan olsun, sonrası mübtəda, o zaman nə yazıram? Hum. Bunu qatmamaq üçün belə yadda saxlayın. Bax, humun da sonu m ilə bitir. Diqqətli olun. Mübtəda nə ilə başladı? M ilə. Hum, m, mübtəda m. Yəni belə oxşatmaq olar. Bir də humun sinonimi olan nəyə istifadə edərəm? İstifadə edə bilərəm. Gəlin bir cümlə yazaq. Tutaq ki, yenə yazıram. Kate, nöqtə, nöqtə, nöqtə. You spoke to yesterday was my, məsələn yazaq, husband. Məsələn, mənim kuzenim idi. Bax, fikir verin, uşaqlar, cümlənin heç bir yerinə baxmıram. Gəlirəm bu boşluq olan hissəyə. Nöqtələrdən əvvəl nə gəlib burada? İnsan, elə deyil. Nöqtələrdən sonra nə gəlib? Mübtəda. Nə yazmalıyam? Whom və yaxud da bunun sinonim olan də. İndi məsələ nədir dostlar? Tərcümə ilə yaza bilərəmmi? Bəli, tərcümə ilə də olar, problem yoxdur. Yəni, rahat formada cavabı çıxır. Bu, kim ki deməkdir, hum kimə ki, kimi ki mənasında verirlər. Amma tərcümə işə yaramırsa, yəni tərcümə elə bilmirsənsə, onda bu qayda ilə get. Baxırsan, 3 nöqtədən əvvəl əgər insan gəlib, sonra xəbərdirsə, hu yazıram və yaxud bunun sinonimi that ola bilər. İnsan gəlib, sonra mübtəda gəlirsə, o zaman nə yaza bilərəm? Whom və yaxud bunun sinonimi olan that istifadə edə bilərəm. Problem yoxdur. Dostlar, bu dediyim aydındır sizə. Bildiniz nə demək istəyirəm? Bax, deyir Kate. Bunu indi belə deyəcəm, bir də başqa cür. Kate, kim ki sən dünən danışdın, mənim nəyimdir? Kuzenimdir. Və yaxud da bu kim ki bizim dilimizdə yoxdur deyə belə də tərcümə eləmək olar. Sənin dünən danışdığın Kate mənim kuzenimdir. Və yaxud da birinciyə baxın. Kate, kim ki yarışı udub, mənim bacımdır. Bir də ki, voz yazsaq uşaqlar, voz o deməkdir ki, kuzenim idi. Yazığı öldürdük. Yəni, iz yazaq, hələ də kuzenim olsun. Sonra, digər məsələ. İnsanı yazdıq. Bəs cansız olsa, cansızlarda dostlar, gəlin bunun rəngini saraldım, biraz dəyişilsin. Cansız, bir də mən bu mötərizdə xırdaca şey yazmaq istəyirəm. Heyvan və bitkilər. Çünki bəzən deyirsiniz ki, heyvanlar canlıdır. Bunları cansız əlavə eləmək. Bəli. Cansız əşyalar, heyvanlar, bitkilər.
Nöqtələrdən əvvəl bu gəlsə, ora nə yazmaq lazımdır? Which və yaxud da that. Düzdür, burada uşaqlar mübtəda gəldi özündən sonra, xəbər gəldi, önəmi yoxdur. Hər kişi gələ bilər. Məsələn, mübtəda da gələ bilər, bu problem eləmir mənə. Və yaxud da birbaşa xəbər də gələ bilər, problem eləmir. Bu da şey hardadır? Ha, belə. Məsələn, bir cümlə yazıram. The book, nöqtələr. You bought yesterday, yenə. You bought yesterday was so interesting. Bax, gəlirəm, baxıram, uşaqlar, yenə deyirəm, amma ikinci tərəfə baxmayın. Yəni, ikinci tərəfdə onsuz ancaq mübtəda gəlir, xəbər gəlir. İşin nəyə baxmaqdır? Belə olan halda. Birinciyə baxmaq. Book nə deməkdir? Kitab. Cansızdır? Bəli, cansızdır. Nə yazaram mən bura? Which bir də bunun sinonimi nə idi? That. Bu cümləni belə də verə bilərəm. Məsələn, götürərəm, Ctrl-C eləyərəm bunu, ataram bura. You-nu silərəm, was yazaram. Məsələn, xəbər gəldi bu səfər. Dünən alınan kitab maraqlı idi. Təbii ki, indi testdə uşaqlar sizə cümlə qurmağı tələb eləmir də. Sənə sadəcə bunu belə verir. Mən mübtəda xəbəri göstərmək üçün yazdım. Sənə cümləni belə yazır, bu formada. Verir, ortaya nöqtələr qoyur. Qəbuldakı kimi. Sən bir dənə gəlib nəyə baxırsan? Özündən əvvəlki isimə. Cansızdırsa, hə, which zəti qoydum, get, tutardı. Da sənə demir orada, özündən cümlə yaz, nə bilim, düzəlt nəsə elə. Yenə də bax, cansızdır deyə which zət qoydum. Sadəcə mən onu göstərmək istəyirdim ki, which-lə zətdə, burada which-in özündə problem yoxdur. Birbaşa mübtəda da gələ bilər özündən sonra. Birbaşa xəbər də gələ bilər. Yəni, burada ancaq mübtəda gələcək, ancaq xəbər gələcək deyə bir, necə deyərlər, qanun yoxdur. Hər ikisi ola bilər. Əsas nəyə baxıram? Özündən əvvələ. Məsələn, xəbər gəlməz nədən sonra? Whom-dan sonra. Whom-a ancaq mübtəda yazdıq. Məsələn, who-da nə yazdıq xəbər? Görürsünüz? Bunlarda üzə diqqət eləmək lazımdır. Amma which-də o qədər də əhəmiyyət kəsb eləmir. Bununla bağlı sual olan var. Başa düşə bilirsiniz, nə demək istəyirəm. Dur uşaqlar, davam eləyək. Bir-iki dənə də şey deyim, sonra testə baxaq. Yadda saxlayırsınız, məkan anlayışı V ilə verirəm. Zaman anlayışını V ilə verir. Bir də əlavə olaraq. What deyə nisbə əvəzliyi yoxdur. Bu nə deməkdir? What-dan əvvəl heç vaxt isim və yaxud da əvəzlik götürmür. Bax, what-un üstünü xətləyəcəm. What-dan əvvəl isim və yaxud da əvəzlik olmaz. Çünki what nisbə əvəzlik deyil. İmkan testə baxın. Bu dediklərimi indi bunun üzərində tətbiq edin. Birincisi, hər iki tərəfdə burada isim var. Görürsünüz, bayaq da dedim. Muzeydir. Bu biri tərəfdə boşluqdan əvvəl nə yazıblar? Artifakt, əşya var. Mən who yazmaq üçün artifakt olan hissədə nə olmalıydı uşaqlar? Bayaq dedim. Nə yazmışdıq bura? Who'ya nə aiddir? İnsan olması, bəli. Canlı kifayət eləmir. Canlı məsələn heyvan da ola bilər. Əsas nə olsun? İnsan. Nə deyil? Görürəm ki, insan deyil deyə who variantını mən ağlımdan çıxardıram. Bu ola bilməz. Getdi öz işinə. Sonra iki dənə variantda what var. Biz dedik what-dan əvvəl isim olmur. Görürsünüz, hər ikisində əvvəldə isim var. C də getdi, D də getdi. Y-də problem uşaqlar. Whose hər iki tərəfində isim istəyir. Yəni, who's-un qaydası odur ki, bax, fikir verin. Whose deyir ki, mənim hər iki tərəfimdə nə olsun? İsim. İsim, whose. Sonra yenə bir dənə isim. Məsələn, belə bir şey. Gülnar, whose bag. Bir növ elə Gülnarın çantası kimi tərcümə olunur. Jane, whose dog. Baxın. Bir verə bilirsiniz.
Yəni huzun hər iki tərəfi isimli olmalı uşaqlar. Yenə qayıdıram bura. Bunu da siləndən sonra bu da getdi öz üçün. Doğru cavabın qalır B variantı. Aydındır dostlar. Bir. Hı hı. Yox. Niyə görə olmur? Uşaqlar, o yer bildirsə də, where ora yazırsan ki, orada konkret yer mənası versin. Yəni, mən bunu fərqləndirəndə özüm belə fərqləndirirəm, sual verirəm. Harada sualına cavab verirsə, where yazır. Amma sizdə bax, fikir verin, bu harada sualına cavab vermir. Biz dünən baş çəkdik. Deyə bilirsən, harada? Yox, haraya, muzeyə. Və yaxud da, bu biraz təyin budaq cümləsidir. Bizim baş çəkdiyimiz muzey. Sual ver, hansı muzey? Bu, burada tamamlıq kimi gedir. Muzey burada əslində yer bildirmir, məkan bildirmir. Bildiniz nə demək istəyirəm? Uşaqlar, onu verlə vermək üçün gərək in versin də qabağına. Məsələn, nə bilim, indi o muzeyin qabağında ini görmək üçün I saw, məsələn deyək, bir cümlə yazaq. Yəni, məkan bildirməlidir. Bildiniz nə demək istəyirəm? Məkan nə ilə yaradırsan? In. I saw, məsələn, a lot of animals in the museum. Nə gedir? Yazaq və-yə. Bax, fikir verin, burada, bax, mən çoxlu heyvanlar gördüm. Sual ver muzeyə. Harda gördüm? Sual verə bilirsiniz muzeydə. Burada və-yə, davamına da bir cümlədə ağlıma gəlmir nə yazaq. Mən muzeydə çoxlu heyvanlar gördüm. Harda ki, onlar zoo da olar, niyə olmaz? They, deməli, heyvanlarla bağlı nə deyək? Məsələn, nəsə də onlara məsələn ki, yaxşı baxırlar. Harda ki, yaxşı baxırlar, belə bir şey. Amma məsələ nədir? Onu göstərməyə çalışıram. Burada in the museum, yəni muzeydə, harda, ona sən və-yə yaza bilərsən. Amma yuxarıdakı testdə bu artıq obyektdir, yəni tamamlıqdır, hansı olacaq. Orucu və-yə yaza bilməyəcəksin. Başa düşdüm. Yəni bunu tamamlayaq da, they are well. Harda ki, onlar yaxşı bəslənirlər. Mən muzeydə çoxlu heyvanlar gördüm. Muzey. Harda ki, onlar yaxşı bəslənirlər. Belə. Amma burada yenə deyirəm, uşaqlar, muzey sırf obyektdir. Yəni, nə bildirir? Belə deyək də, tamamlıq kimi bir şeydir. Yer bildirmir. Uşaqlar, 17-nin xüsusi bir qaydası yoxdur. Sadəcə olaraq, məsələn, nəyə baxa bilərsən? 3-dən sonra nə gəlməlidir? 4, böyük ehtimal. Elə deyil. 3, ardıca da 4-ü verməliyəm. İndi məsələ nədir burada, dostlar? 3-dən sonra 4 gəlirsə, bunun hamısını saraltmışam. Bax, 3-dən sonra 4 gəlirsə, əgər belə götürəndə, ya B olar, ya C olar. İndi çox adam B-də yazır bura. Sadəcə B-də bu hissə düz deyil. 1-5 düz deyil. Gərək birinci 5 gəlsin, sonra 1. Yəni, burada deyir ki, sən ilk növbədə yoxlamalısan da, çek eləməlisən. Bəzən şəkillər aldada bilər. Bu da deyir ki, mən razıyam, peşman olmaqdansa, necə deyərlər, sonraki peşmançılıqdansa özümü qarantiya almalıyam da, yəni baxmalıyam. Ona görə 5-1 olmağı daha yaxşı olar. O baxımdan variantlar arasında ən uygunu C-dir. Sözdür, 3 ilə başlamaq biraz düzdür, adamı qəribə gəlir.
Amma indi mənə verilən variantların arasında ən uygunu cəhətdə başa götürə bilmirik. Belə. Gəlin zamanlara baxaq uşaqlar 18-in. Zamanlarda baxın, bax sizin də qəbula düşmüşdür, sizdən əvvəl də düşür. Keçmiş zamanla keçmiş bitmişin müqayisəsini çox verirlər. Məsələ nədir? Bax, 3 variantı rahat çıxırsam, sizin də qəbulda eləyəcək. Bax, starts hansı zamandadır? Kim deyə? Starts. İndiki. Realize-dan left-ə keçmişdir, elə deyil. Bunlar uzlaşmadı. Yəni, ingilis dilində belə bir qayda var ki, zaman uzlaşmasını azdan çoxdan gözləməlisən. İndiki zaman adı üzərində indiki ilə uzlaşır və yaxud da gələcəklə. Keçmiş zamanda uşaqlar keçmişlə uzlaşır. O belə bir qayda var. Gəlirəm, baxıram, burada bir şeydə də problem var. D-də. Bax, fikir verin. Had started. Keçmiş bitmişdi bu. Had üstə gəl V3. Realize. Bəli, keçmiş sadədir. Bu indiki bitmişdi. Bəli, have var qabağında. İndiki bitmişlə də keçmiş uzlaşmır. D-ni də atdım. Mənim cavabım ola bilməz. Getdi. Y-də də baxın yenə. Bax, starts indiki zaman, realize indiki zaman, had left hansı zaman oldu? Keçmiş, bitmiş. Bu da uzlaşmadır. Bax, indi o söz var ki, Kərəmi ağlamaqdır. B-ni götürüm ya C-ni götürüm. Hansı hissəyə yazmalıyım keçmiş, bitmişi? Bura mı, bura mı? Uşaqlar, indi mənə diqqətlə qulaq asırsınız. Keçmiş, bitmişin yeri həmişə ingilis dilində belədir. Bax, bir past simple, bir də yazıram keçmiş, bitmiş. Yəni, past perfect. Məsələ nədir uşaqlar? Past perfect və adı üzərində keçmiş, bitmiş ən əvvəl olan hərəkətdir. Həmişə birinci baş verən hərəkəti bununla verirsiniz. Yəni, had üstə gəl V3, feilin üçüncü forması. V3-dəki id ilə düzəlir qaydalı feillərdə. Məsələn, götürürəm visit feilini. Visit qaydalı feildir, elə deyil. Bunun V3-ünü id ilə düzəldəcəm, visited. Amma qaydasız feillərdə C. C-nin keçmişi so'dur. Üçüncü forması nədir uşaqlar? Sin. Məsələn, buy götürək. Buy'ın üçüncü forması nə olar? Kim deyər? Bought. Bunlar kökündən dəyişənlərdir. Bunların PDF-i var məndə. Kimdə problem varsa ataram. Hissə bir 10 dənə öyrənsəz, 50 dənə hardasa feil olmalıdır. Əsas. Öyrənsəz kifayətli olar. Bir də məsələn uşaqlar, eyni olanlar var. Məsələn, kat olaraq qala bilir. Bunlar qaydasız olduğuna görə, yəni kökündən dəyişir o formada. Amma qaydalı feillərə id artırırsınız V3 üçün. Məsələn, play-dir. Play-i nə edirəm? Taki play formasında verirəm ki, belə. İndi sözümün canı hardadır uşaqlar? Onu demək istəyirəm ki, keçmiş, bitmiş həmişə birinci olan hərəkətdir. Keçmiş sadə isə ikinci baş verəndir. Sadə formada keçmiş. Məsələn, Azərbaycan dilində cümlə yazıram. Mən çatanda, ingilis şriftdə də uşaqlar belə yazıram. Mən çatanda qonaqlar getmişdi. Qonaqlar getmişdi. Siz mənə deyin, burada hansı hərəkət birinci olur? Qonaqların ki, bəli. Bax, qonaqların getməyi uşaqlar birinci olub deyə, bunu sən verməlisən, keçmiş bitmişlə, qonaqların getməyini. Sonra mən çatıram da, qonaq gedib, gəlib görürəm, yoxdur. Mən evə çatmışam. Onda bunu belə yazıram. Qonaqlar getdi. Bəli, the guest, qonaqlar, necə düzəlir keçmiş bitmiş? Had, üstə gəl, feilin üçüncü forması. Sadəcə, go-nun üçüncü forması necə olur? Gone formasında. Had gone. When I got home. Yox da reached home olsun, fərqi yox. Mən evə çatanda qonaqlar, bax görürsünüz uşaqlar, qonağın getməyini verdim, keçmiş bitmişdə. Niyə görə? Birinci baş verən hərəkətdir. Bunları müqayisə edəndə yadda saxlayırsan. Birinci olan həmişə keçmiş bitmişdir. İkinci olan keçmiş sadədir. Gəlirəm testimiz. Burada biraz tərcüməyə baxırıq bu müqayisədə. Bax, fikir verin. Feillər yazıldı, indi zamanı qoyuram bir tərəfə. Start başlamaqdır, elə deyil, start. Realize nədir? Anlamaq. Left-də tərk eləmək. Və bir film başlayanda mən realize elədim. Yəni, başa düşdüm ki, telefon harada qalıb? Maşında. Və indi sual verirəm uşaqlar. Bunların arasında hansı birinci baş verə bilər? Bəli.
Yəni telefonu maşında qoymuşam, ən birinci olan budur. Sonra çıxdım yuxarı filmə baxıram. Film başlayanda da yadıma düşdü ki, telefonum qalıb maşında. Deməli onda bu məndə birinci baş verən hərəkətdir. İlk və buradır. Ona görə də sən bura had left yazırsan. Had left. Artıq ortaya yaza bilmərəm. Olur doğru cavabım C variantı. Bu sefer fikrim aydındır. Kimin sualı var desin. Problem yoxdursa gedək 19-a. Belə testlər çox işləyəcək, narahat olmayın. Oturacaq. Yəni bunları gərək biraz testlərlə tərkibləsin. Gəldik 19-a. İndi 19-da da tələbələrin problemi bilirsiniz nə olur? Əsas məsələ həzdədir və yaxud da həddədir. Məsələn, tələbələr ən çox bundan əziyyət çəkir ki, bilmir. Nə vaxt həzin inkarını özü ilə verirəm, nə vaxt onun inkarını do-does didlə düzəldirəm. Və bu da ən çox düşən ümumi qaydalardan biridir. Yəni buna qeydini götürsəz, yadda saxlasaz, elə bilin ki, hardasa hər sınaq bir dənə sualınız düzdür, amma düzgün başa düşürsəz. İndi baxın, bura mən belə bir qeyd yazıram. Bir dənə bunu yadda saxlayın. Əgər ingilis dilində have, ola bilər uşaqlar, have-in yerinə has da. Həzi nə ilə istifadə edici? Təklərlə, elə deyil. Have cəmlərləndir, has təklərlə. Has. Bir də bunların keçmişi var. O nədir? Had. Bu üçündən sonra V3 gəlirsə cümlədə, yadınızda qalsın. Bunların, yəni V3 nə deməkdir? Feilin üçüncü forması da participle to. Əslində bu həm də bitmiş zaman sayılır da. Belə götürəndə keçmiş bitmiş və yaxud da indiki bitmiş zaman. Bir dənə bu halda sualı inkarı özü ilə düzəlir. Sualı inkarı özü ilə düzəlir. Yəni bu nə deməkdir? Məsələn, yazıram. She has played football. O futbol oynadı. Oynayıb və yaxud da oynamışdı. İndi məsələ nədir uşaqlar? Bax, görürəm, həzdən sonra nə gəlib məndə? V3. Elə deyil, feil üçüncü forması. Deməli, onda bunun sualını düzəldəndə nə eləyirəm? Həzi atıram qabağa. Yəni, özü ilə düzəldirəm. Do, does, did yazmıram. Has she played football? İnkarda verəndə isə nə eləmək lazımdır? Həzə nə qoşuram? Not. Baxın belə. Amma indi digər versiyanı yazaq. Digər versiya necə olar? She has a fun time now. Yaxud da istisnab hədlə də yaza bilərəm. Amma qoy həz qalsın, heç nə olmaz. Fikir verin. Burada həzdən sonra V3 görə bilirsiniz. Feil üçüncü forması. Bilən deyim mənə. Bəli. Bəli. Yəni V3 gəlməyib ki. Yəni tərkibi qoyuram kənara. Baxın, burada V3 gəldi. Play. Bu cümlədə gəlib üçüncü formalı feil özündən sonra. Yəni tərkibi, modalı qoyun kənara. Bir dənə V3-ə odaqlan. Gəlməyib ki, fun nə deməkdir? Əyləncə. Article-dır. Deməli, bunun sualını sən does-la verəcəksən. Yazırsan, does she have-ə çevrilməli. Does-ı yazanda have-ə çevrilir. Have a fun time. Davamı belə gedir. Cümlə olduğu kimi. İnkarda verəndə she doesn't have, nə bilim, a fun time. Bu formada gedir davamı. Yəni, mən yenə deyirəm, uşaqlar, tərkib, modal, belə deyib, beyninizi qatmıram. Sizə lazım olan nədir? Bir dənə qayda. Bunlardan sonra V3 gəldisə, özü ilə düzəlir. Gəlmədisə, görmürəmsə, do, does, did. Bunlarla düzəldirəm. İndi qayıdıram testə. Baxıram, uşaqlar, ikinci cümlədə, biraz da böyüdüm. Həzdən sonra V3 var burada. Yoxdur. Burada to finish gəlir. Bu adi feildir. Deməli, bunu mən nə ilə verməliyəm? Doesn't. Həddən sonra burada V3 var. Yoxdur ki. Onda didlə verilməli. Bəli. Sadəcə bunlar tak suallarıdır. Bilirsiniz də, vergüllə ayrılıblar. Bir tərəfləri təsdiq olduğuna görə o biri tərəf inkarda olmalıdır.
Məsələn, ikincidə bu belə olur. Doesn't, brother kişi cinsindədir, he. Üçüncüdə belə olur. Didn't, they. Başqa nə? Hə, birinci yadımdan çıxdı, birinci də qaldı. Enjoyed da uşaqlar. Keçmiş, enjoyed da bir problem yoxdur da. Onsuz keçmiş zamandadır. Keçmişi nə ilə düzəldirsən? Didn't. Everyone-da qeyri-müəyyən olduğuna görə bunda Z ilə verirəm. Bilmirəm axı. Hər kəs istəyirəm, həm qeyri-müəyyəndir. Bir də ondan əlavə bir şey də yadda saxlayın. Bu törəmə əvəzliklər ki var, sonu one və body ilə bitir. Məsələn, somebody, someone, nə bilim, everyone, nobody, no one, bunlar. Bunların həmişə mübtədasını tak sualında Z ilə verirlər, unutmayın. One və body ilə bitəndə Z-dən istifadə edilir. Deməli, onda 1-ə olur A, 3-ə də A olur, 2-yə də B olur uşaqlar. Bu illər əvvəl qəbula düşüb belə bir sual. Əvvəllər olurdu. Məsələn, birinə 2 dənə variant getsin. Yəni, ikisinə daha doğrusu bir variant getsin. Amma son 5-6 ildir yoxdur. Belə bir şey görmüyorum. Sizin də qəbulunuzda bu belə bir tip var idi. Orada amma hamısı şey idi. Has to, have to, bir də have to idi deyəsin. Bir də 20, 20 də uşaqlar sözlərdir, phrasal verblərdir. Settle down-un mənası deyirəm. Məskunlaşmaq mənası var, bir də sakitləşmək. Məsələn, bunu siz nə ilə oxşada bilərsiniz yadda saxlamaq üçün? Calm down, mahnısı da var ya bunun. Calm down. Give up, vaz keçmək deməkdir uşaqlar. Vaz keçmək. Look after, take care of, qayğısına qalmaq. Call off, ləğv etmək, cancel, cancel. Telefonlarda doldururam. Get ondakı minmək, məsələn, nəyəsə avtobusa, maşına belə minmək mənasında istifadə olunur. İndi burada cümləyə baxanda deyir, sinif səs-küylüydür. Müəllim də dedi ki, nə eləsin tələbələrə? Sakitləşsinlər və təlimatlara qulaq assın. Listen to the instruction. Ona görə A-nı götürə bilərəm. Burada settle down sakitləşmə mənasında gedir. Məskunlaşmaq yox.